Herkes böyle kanalına xoş gördük. Dostlar, uzun müddətdir, təxminən belə idi, 1 ildir artıq video çəkmirdim. Kanalda heç bir video yox idi. Nəhayət bugün sizi yeni bir oyunla, təbii ki pul qazandıran bir oyunla tanış edəcəm. Oyunumuzun adı dostlar Imperial Citadel'dir. Aşağıda linkini yerləşdirmişəm bu oyunun. Həmçinin dostlar aşağıda Telegram kanalımızın və WhatsApp kanalımızın da linkini aşağıda yerləşdirmişəm. Daxil olub həmin kanallara da abunə ola bilərsiniz ki, yeniliklərdən xəbəriniz olsun. Belə dostlar, linki tıkladınız oyunun linkinə və daxil oldunuz öz oyunumuza, belə deyək də. İlk öncə dostlar onu deyim ki, siz əgər burada belə deyim də, dili dəyişmək istəyirsinizsə, sol tərəfdə yuxarıda profiliniz var, yuxarıda. Onun üzərinə tıklayırsınız və buradan dili vurmaqla dili istədiyiniz dilə, mənim orada rus dili var, ingilis dili var, türk dili var, istədiyiniz dilə çevirə bilərsiniz. Bu oyunda dostlar əsas məqsəd nədən ibarət? Bu oyunda dostlar əsas məqsəd bizə bu gördüyünüz bu 100 yazılı baba, 100 dənə qızıl. Əsas bizə bu qızılları toplamaqdır. 10.000 dənə qızıl dostlar 1 dollara bərabərdir. İndi qızılı necə toplayırıq? Qızıl toplamaq üçün nə lazımdır və pul necə çıxardıq falan hər şeyi bir-birsə izah edəcəm. Burada dostlar ilk öncə qızıl qazanmaq üçün biz aşağıda bizdə mədən var. Baxın burada mədən var. Bu mədəni işə salmalıyıq. Mədəni də işə salmaq üçün dostlar bəzi şərtlərimiz var. Mədən üzərinə tıklayaq. Hal-hazırda mən bəzi şərtləri yerinə yetirmişəm. Artıq bir neçə şərt qalıb ki, həmin şərtləri də yerinə yetirim. İlk öncə dostlar, bu mədəni işə salmaq üçün bizim burada çiftlik var. Yəni fermamız və taxta fabrikamız var. Görürsünüz, ferma var burada və burada taxta fabrikamız var. Bunların səviyyəsi 3 olmalıdır. Burada qala var. Qalamızın da səviyyəsi 3 olmalıdır və bazar var. Yəni bazarımızın da səviyyəsi 2 olmalıdır. Bu şərtləri yerinə yetirəndən sonra dostlar, gələcəksiniz bu mədən üzərinə tıklayacaqsınız və gəlin bunu çəkək yuxarı. Burada aşağıda gördüyü kimi 10.000 dənə odun və 10.000 dənə ət lazımdır ki, biz bu mədəni açaq. Bunları toplayandan sonra siz artıq mədəni işə sala bilərsiniz. Qaydaq indi yuxarı. Yəni bizim bu çiftlik və keresta fabrikası və taxta fabrikası necə səviyyəsini qaldırır? Bunların səviyyəsini qaldırmaq üçün eyni ilə bizdən taxta və ət tələb olunur və həmin və taxta əti tələb olunan taxta və əti yığdıqdan sonra bu çiftlik və belə deyək də taxta fabrikamızın səviyyəsini qaldırırıq. Səviyyələri qaldırandan sonra dediyim kimi mədəni artıq belə işə sala bilərsiniz. Daha sonra burada gördüyünüz kimi dostlar üstündə göstərir ət və burada indi odun yığılıb. Bunun üzərinə tıklamaqla bunları siz götürürsünüz öz hesabınıza. Başqa yollar da var burada. Taxta və ət qazanmağın başqa yolları da var. Onları da indi bir sizə deyəcəm. Birinci yol odur ki, burada rulet var. Sol tərəfdə gördüyünüz kimi dostlar. Ruletin üzərinə vurursunuz. Burada normalda gündə bir dəfə gündə bir dəfə ruleti fırlatmaq haqqınız var, pulsuz fırlatmaq haqqınız var. Buna görə bəxtinizə nə düşsə oradan seçib götürürsünüz. Daha sonra premium hissə var, bu ikinci bölmə. Premiumda dostlar burada brilyantlar var. Bunların hesabını 50 dənə brilyanta vurmaqla bunu çarxı fırlada bilərsiniz və star var. Bu təbii ki Telegram stardan söhbət gedir. Əgər starınız varsa stardan istifadə edərək bu çarxı fırladaraq tez bir zamanda ət, nə bilim, burada qızıl pul və yaxud da ki odun falan və s. qazana bilərsiniz. Daha sonra necə qazana bilərsiniz? Burada dostlar günlük kombolar var. Bu günlük komboları mən Telegram kanalımda və WhatsApp kanalımızda paylaşacağım ki, siz daxil olub götürəsiniz. Günlük kombolar var. Komboları seçməklə indi mən təxmin elə belə yazdım. Sizdə bu günün kombosu nədirsə bura qeyd edəcəksiniz. Kontrol et vuracaqsınız və buna görə də 250 dənə taxta və 250 dənə ət hesabınıza yatmış olacaq. Hesab edək ki dostlar, siz artıq belə deyim də bu fermamızı və bu taxta fabrikamızı, qaladır, pazardır, hamısının səviyyələrini qaldırmışsınız, uyğun səviyyə çatmışsınız və mədənizi işə salıb 10.000 dənə belə deyək də qızıl qazan. Qızıl qazandıqdan sonra qızılı hardan çıxardıq? Dostlar düşürsünüz aşağı sağ tərəfdə, aşağıda xəzinə var. Xəzinənin üzərinə vurursunuz. Dostlar, burada gördüyünüz kimi yazılıb. 100 dənəsi 1 sentdir, yəni 10.000 dənəsi minimumda çəkmək üçün dostlar, baxın burada da özləri qeyd ediblər. 10.000 dənə qızıl yığandan sonra 1 dollar eləyir. 10.000 dənə görə qeyd eləyəcəksiniz bu hissəyə. Baxın bura. Daha sonra 10.000 yazandan sonra hesab edəcək ki, yazdıq. Ödəməni tələb et vurmaqla artıq ödəməni öz hesabınıza çəkmiş. Təbii ki, Telegram hesab kaşlokunuza çəkmiş olacaqsınız. Bunu da dedim sizə. Daha sonra dostlar burada birinci bölmə şəhərimizdir. İkinci bölmə qəhrəmanlardır. Hələ bu bölməni mən açmamışam. Çünki mənə, misal üçün, baxın, birincini mən almaq üçün
Düz hesabımda bu tələb olunan miqdarda taxta falan hər şey var, amma bunu almaq üçün mənim qalanımın səviyyəsi 3-cü səviyyə olmalıdır. Bunu da eləməmişəm, ona görə isə dəqiq bir məlumat verə bilməyəcəm. Üçüncü bölmə, aşağıda üçüncü görevləri, tapşırıqlardır. Burada promo kod var. Ne promo kod qarşıma çıxsa yazaram, qeyd eləyərsiniz aktivit vurmaqla. Buradan da əlavə, belə deyim də, taxta, nə bilim, ət falan qazana bilərsiniz. Daha sonra ortaqlar var, yəni ki, burada reklam verənlərdir. Bunun üzərinə vurursunuz. Burada Telegram kanallar falan var. Onlara qoşularaq da qoşulmanızı təsdiqləyəndən sonra odun və ət əlavə əldə edə bilirsiniz. Belə dostlar, çox sadə bir oyundur, elə qəlizliyi yoxdur. Daha sonra burada aşağıda bölmələrdə var, depo var, nə bilim, xəzinə var, qışla, nə bilim, əskərviz falan olur. Bunları hələ mən açmamışam. Bunları açanda sizə ətraflı məlumat kanalımda verəcəm. Belə dostlar, dediyim kimi aşağıda həm oyunun linkini, həm Telegram kanalımızın, həm də WhatsApp kanalımızın linkini yerləşdirəcəm. Həmin kanallarda abunə olun ki, yenilikdən xəbər olasınız. Nəsə də sualınız olsa dostlar, təbii ki, kommentariyada bildirərsiniz. Belə dostlar, video vaxtınız üçün bir daha təşəkkürlər. Sağ olun.